Azərbaycan Respublikası Vəkillər Kollegiyası Naxçıvan Muxtar Respublikasında vəkillik institutunun inkişafına, güclənməsinə xüsusi əhəmiyyət verir. Bu məqsədlə hər il Muxtar Respublika ərazisində Respublika Vəkillər Kollegiyasının təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilir. Bugünkü tədbir də məhz bu məqsədə xidmət edir. Biz ki, Mediasiya İnstitutu ölkədə yeni bir institutdur və Vəkillər Kollegiyası Mediasiya İnstitutunun tədrislərindən biri kimi çalışır bu institutda inkişaf etsin, güclənsin və hesab edirəm ki, burada da çox müsbət nəticələr əldə olunub. Vəkillər Kollegiyası ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin hüquq fakültələrinə hər zaman hər cür dəstək göstərir, hər tərəfli dəstək göstərir və Naxçıvan Muxtar Respublikasının Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsi də kənarda qala bilməz. İndən sonra da var gücümüzlə yeni nəsil hüquqşünaslara dəstək göstərəcəyik.